Belə bir suala baxaq. Alqoritmin blok sxeminə əsasən x 24, y 16 olarsa, z dəyişəni müəyyən edin. Deməli görürük ki, bu alqoritm budaqlanan alqoritmdir. Budaqlanan alqoritmdə hə və ya yox qollarının birisi ilə hərəkət etmək lazımdır. Şərtdə x-in 24, y-in 16 olduğu deyilir və bu hissədə, yəni şərt hissəsində biz onu yoxlamalıyıq. Yəni x böyükdür y hissəsində 24 böyükdürmü 16? Biz 24 16-dan böyük olduğuna görə hə qolu ilə hərəkət edirik və burada z-i hesablayırıq. Deməli z bərabərdir y vurulsun, y-imiz 16-dır. 16 vurulsun 3 bölünsün x. X-imiz də 24-dür yuxarıda. Baxın bu hissədə göstərilir. 16-nı 3-ə vurduqda edir ki 48. 48-i də 24-ə böləndə cavab olur 2. Z-imiz deməli oldu neçə? Z-imiz 2 qiymətini almış oldu. Və burada Z 2 qiymətini çapa göndərəcəkdir. Və cavablara da baxırıq ki, doğru cavab C variantı olur.